Test toplusu ikinci hissədə 21-ci suala baxırıq. Yalnız baş üzvlərdən ibarət olan fe'li xəbərli müəyyən şəxsli cümləni müəyyən edin. Açar sözlərimizə fikir veririk. Deməli, yalnız baş üzvlər olmalıdır, fe'li xəbərli olmalıdır və müəyyən şəxsli olmalıdır. Deməli, cümlənin, testin şərti bizdən 3 şərti tələb edir. Biz bu 3 şərtin biri ilə daha uyğun olan ilə işləyirik əvvəlcə fe'li xəbərlə. Yəni, birinci xəbərlərə baxırıq, fe'li xəbər olmayan cümlələri kənarlaşdırırıq. A variantında xəbər, əhval da tutmadılar, nə etmədilər, fe'lidir, ona görə saxlayırıq. B variantında ən güclüsüdür, necədir? Bu sifətdir, fe'l deyil, ona görə B-ni atırıq. D variantında şaxtalı bir qış günü idi. Bunun xəbəri, deməli, ismi xəbərdir. Qış günü ismi birləşməni ifadə olunub. Ona görə C-ni atırıq. İşə başlamaq hələ tezdir. Tez, zərfdir. Fe'li xəbər deyil. Ona görə D-ni atırıq. Deyəsən, xəstənin vəziyyəti yaxşılaşırdı. Nə edirdi? Fe'li xəbəri saxlayırıq. Ola bilərdi ki, E variantı da elə fe'li xəbər olmasın və o zaman E-ni də atsaydıq, əgər cavabımız elə ancaq qalacaqdı özü. Ona görə burada vaxt itirməmək üçün hansı açar sözlə daha əvvəl işləmək lazımdır şərtinə, buna diqqətli olmaq lazımdır. Biz artıq fe'li xəbərə görə 3 variantı kənarlaşdırdıq və seçimimiz A və E arasında olacaq. İndi baxırıq digər şərtə. Deyir ki, yalnız baş üzvlərdən ibarət olsun. Cümləni təhlil edirik. Bəziləri heç yaxınlaşıb hal-əhval da tutmadılar. Hal-əhval da tutmadılar xəbər. Kim? Bəziləri. Necə hal-əhval tutmadılar? Yaxınlaşıb. Bunda ikinci dərəcəli üzv var. Ona görə A variantını atacağıq. Deyəsən, xəstənin vəziyyəti yaxşılaşırdı. Deyəsən, ara sözdür. Bu, deməli, təhlilə cəlb olunmur. Yaxşılaşırdı xəbər. Nə yaxşılaşırdı? Xəstənin vəziyyəti. Bu isə, deməli, mübtəda söz birləşməsindən ifadə olunub deyə, deməli, ikisi bir yerdə cümlənin mübtədasıdır və cümlə yalnız baş üzvlərdən ibarət oldu. Ona görə düzgün cavabımız olacaq burada E variantı. Bu testdə nəyə diqqətli olmaq lazımdır? Vaxt itirməmək üçün, yəni bu cümlələrin hamısını bir-bir təhlil edib, həm müəyyən şəxsli olub. Heç üçüncünü yoxlamağa ehtiyac qalmadı ki, müəyyən şəxsidir, yoxsa yox. Bəli, mübtədası varsa müəyyən şəxsidir. Yəni bu 3 şərtin üçü ilə də işləyib, əgər işləsək biz bundan, burada bir 4-5 dəqiqə vaxt itirmiş oluruq. Amma birinci kənarlaşmamızı biz ən arxain olduğumuza, ən dəqiqinə görə kənarlaşma eləyəndə artıq 2 variantın arasında işləyirik və 2 variantın arasında işləmək daha asandır, nəinki 5 variantın arasında işləmək.